Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə evdə qatıq olduğu zaman tez-tez hazırladığım ləzzətli, yumuşaq, bərəkətli keks resepti paylaşacağım. Əvvəlcə xəmirini hazırlayaq. Çırpma qabına 3 yumurta, yumurtanın üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Üzərinə 1 paket vanil əlavə edib, mikseri ən yüksək dərəcəsində kütlə ağarıb həcmi artana qədər qarışdıracağam. Gördüyünüz kimi yumurtalar rəngini dəyişdi, ağardı. Belə bir qatılıq olduqda üzərinə 1 stəkan qatıq və yarım stəkan, yəni 100 qram duru yağ əlavə edib çırpıcı ilə qarışdırdım. Əvvəlcədən ələdiyim 3 stəkan unu da birbaşa xəmirə əlavə edib, üzərinə 1 paket qabartma tozunu tökdüm və spatula ilə un tamamilə həll olana qədər qarışdırdım. Yaxşı qarışdıraq ki, içində un topaqları qətiyyən qalmasın. Çırpıcıdan da istifadə edə bilərsiniz qarışdıran zaman. Belə bir formada axıntılı, parlaq bir xəmir əldə olunur. Üzərinə 100 qram şokolad əlavə etdim. Mən damla şokoladından istifadə etdim. İstərsəniz adi pletka şokoladını da doğrayaraq içinə əlavə edə bilərsiniz. Hətta içinə qoz ləpəsi, kişmiş də əlavə etmək olar. Xəmirdən bir dolu dondurma qaşığı ilə götürərək kardon muffin qəlibinə doldururam. Qəlibə tökən zaman diqqət etmək lazımdır ki, qəlibin 3/2-si qədər xəmir olsun. Mütləq boş yer buraxmaq lazımdır, yoxsa qabararaq xəmiriniz qabdan daşa bilər. Soba listinə yığıb əvvəlcədən qızdırdığım 150 dərəcəli sobada alt-üst rejimdə bişirəcəm. Üst hissəsi çatlayıb, rəngi də qızaranda artıq demək kekslərimiz hazırdır, sobadan çıxarmaq olar. İstərsəniz bişib-bişməməsini çöp şişlə də yoxlaya bilərsiniz. Bu qədər yumuşaq, ləzzətli kekslərim hazırdır. Qeyd edim ki, verdiyim reseptə əsasən 15 ədəd standart keks əldə etdim. Bu sizin qəlibinizin formasından və ya tökmənizdən asılı olaraq da dəyişə bilər. Çox asandır, uşaqdan böyüyə hər kəs hazırlaya bilər və evdə olan ərzaqlarla hazırlanır. Əgər video sizə faydalı oldusa, bəyən düyməsinə basmağı, kanala abunə deyilsinizsə, abunə olub qoyduğum videolardan xəbərdar olmaq üçün zınqrov işarəsini açmağı da unutmayın. Belə keks reseptlərini sevdiyinizdən əminəm. Kanalımda bir çox reseptlər olsa da hamısı çox gözəl şəkildə izlənib. Əminəm ki, bu resepti də bəyənəcəksiniz və mütləq hazırlayacaqsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələcək videolarımda təkrar görüşərik. Sağ olun, Allaha əmanət olun.